Yoldaşlar arasında tez-tez rast gəldiyim hallardan biri də budur ki, sətəm təlimçisi olmaq istəyirlər və bilmirlər hardan başlamalılar, necə başlamalılar, hara müraciət etməlidirlər. Ümumi olaraq belə desək, yəni təlimçi olmaq istəyən gənclərə bunun acı tərəfi, yəni ən acı, amma həqiqi məsləhətləriniz nə olacaq sizin? Mən ilk təlimlərə başladığımda, universitet dövrlərindən deyə bilərəm ki, yəni çıxışlarıma başladığımda ən acı məsləhəti deyə bilərəm. Yəni bu düzdür. Biraz səhv səslənə bilər, biraz qəddar, sərt səslənə bilər, amma ən acısı budur. Əgər hansısa sahə üzrə təlimə başlayırsansa, yəni ən çətinlik çəkdiyim sahəni izah edirəm, təzə-təzə yeni başlayanda. Əgər bir təlimçi olaraq başlayırsansa, həmin sahəyə get, onun tozunu ud, onun riskini gör, o qorxunu yaşa, ondan sonra qayıt. Çünki təlimi izah eləyəndə emosional olaraq da fərqli yanaşman olacaq. Bəli, kimya maddəni işlətsəz siz xəçən xəstəliyini tutacaqsınız. Burada belə deyir. Bunu belə deməyəsən. Məsələn, filan sahədə bununla rastlaşdım. Məsələn, patinkamın saraldığını necə gördüm, dırnaqlarımın təcrübə olmalıdır. Yəni o sahə üzrə təcrübəsi olsa daha yaxşıdır. Məsələn, mən bu sahəni təkmilləşdirmək üçün işlədiyim iş yerində xahişlə, təkliflə deyirdim ki, mən bu sahəni keçirəmsə, xahiş edirəm, bir günlük məni o sahəyə göndər. Bir iş günü mən gedim o sahə ilə məşğul olum məsələn. Tutaq ki, mənim gəmidə bir təcrübəm yoxsa, məni gəmiyə göndərin, bir iş günü o gəmidə olum. Və ya bir iş günü qapalı sahənin içərisinə girim ki, o qapalı sahədə o hansı hiss var, hansı toz var, hansı maddə var, onun qoxusunu hiss edim. Yəni qısaca desək, sən görmədiyini izah edə bilməzsən. Bəs yaxşı, bu bir tərəfi təcrübə olmalı.